Herkese salam, kanalıma xoş gəlmişsiniz. Nəhayət ki, uzun bir aradan sonra mən yeni bir vlog çəkirəm. Açığı qızlar, nə yalan deyim, son zamanlarda vlog çəkməməyimin səbəbi videoların çox az izlənməyidir. Ona görə əgər siz də videolarımın davamlı olaraq gəlməsini istəyirsinizsə, mənə motivasiya məqsədi ilə videolarımı axıra qədər izləyib, yorum yazmağı və videomu bəyənməyi unutmayın. Və ilk öncə mən sizə bu gözəlliyi göstərmək istəyirəm. Ən yaxın rəfiqəmi mənə zamansız hədiyyəsidir. Hansı ki, heç bir səbəb olmadan bunu mənə alıb və biz belə hədiyyələrə bayılırıq qızlar, elə deyil. Bu set halındaydı. Gözəl upakovka olunmuşdu. Lakin mən səbirsiz olduğum üçün öncədən açdım. Bunun içərisində deyildi. Bunu əlavə olaraq alıb üzərinə qoyub. Belə bir bas bombadır. Hansı ki, bunu vannanın içərisinə qoyursunuz. Çox gözəl, estetik bir görüntü yaradır. Və belə bir setdir. Həmçinin bu setin yanında belə bir Kiko'dan 29 nömrəli qələm alıb. Hansı ki, məndə bu daha öncə olub, istifadə edib bitirmişəm. Çox bəyənərək istifadə edirəm. Bunu da yenə çox bəyənərək istifadə edəcəm. Buradan da rəfiqəmə çox sağ ol deyirəm. Gəlin bunun içərisindəkilər göstərim sizə. Belə bir body lotiondur. Çox gözəldir. Qoxusu da çeyləklidir qızlar. Çeylək moruq qarışıq qoxusu var. Tam ağzı açıq deyil, baxa bilmədim. Amma ağzını açıb baxacağım. Daha sonra isə belə bir duş geli var. Yenə bunda qoxusu eynidir. Belə bir balaca bir lif və belə bir duş duzu var. Hansı ki, duş duzu deyə tələffüz olunur da, ümid edirəm ki, adı elə gedir. İçərisində iri-iri duzlar var. Bunu da yenə vannanın içərisinə tökürsünüz. Mən belə şeylərə çox inanıram. Duzdur, daha sonra sirkədir. Bunlar hansı ki, üzərinizdəki negativ enerjini, göz, nəzər və s. arındırır və bunun içərisində o qədər gözəl bir qoxu gəlir ki, qızlar. Dəhşət. Yəni heç duş jeli və losyonun bu qədər gözəl qoxusu yoxdur, amma bunun içərisindən çox gözəl bir qoxu gəlir. Düşünürəm ki, bu lifi də istifadə etməyəcəm. Bunu səyahətə gedərkən və yaxud da ki, harasa gedəndə balaca bir lifdir. Ona görə düşünürəm əlverişli olacaq. Və həmçinin bunun qabının gözəlliyinə baxın. Bu qabı yəni mütləq nəyisə də istifadə etmək lazımdır. Bir orqanayzer kimi və yaxud da ki, aksesuar kimi. Çünki çox gözəldir. Və qızlar, mən də həmin rəfiqəmə bir hədiyyə hazırlamaq istəyirəm. Bunun üçün bir-iki mağazaya gedəcəm. Həmçinin Temudan da bir neçə sifarişim olacaq. İstəyirsinizsə, maraqlı olarsa sizinlə birlikdə həmin hədiyyə paketini hazırlayarıq. Bu səhər tezdən səhər yeməyinə getmək iddiası məndən çıxmışdı və mən bu dəqiqə bu fikrə qızlar nəysə saçıma baxıb qətiyyən qorxmuyor, xahiş edirəm. Çünki dünənlər çinmişdim və saçlarımı musla yığmışdım. Dünən çox qəşəng idi, amma yatdım, durdum, pozuldu və təzədən saçımı yumaq kimi bir həvəsim yoxdur. Həm də ki, gecikirik. Tez kofemizi içib, makyajımı eləyib evdən çıxmalıyam. Arada mən bu güzgümü silsəm çox qəşəng olacaq. Bu arada çöldən bilmirəm, inşaat səsi gəlir, gəlmir. Bizim evimizin yaxınlığında inşaat gedir və onların səsləri yəni qeyri-mümkündür ki, düşməsin yəqin ki. Burada ümid edirəm ki, narahat olmazsınız bu səsdən. Çünki pəncərə açıqdır və istidir hava. Gəl üzümü nəmləndirməklə başlayıb. Bu saçı mən necə yığacam təzədən qətiyyən bilmirəm. Bir fikrim var, İslada təzədən muslamaq. İnşallah çox bərbad olmaz, çünki mən bu saçı sonra yığa da bilməyəcəm. Gəl nəmləndirməklə başlayaq. Kremkonun favori nəmləndiricisindən istifadə edəcəm. Qızlar, burada nəmləndiricinin üzərindən SPF istifadə edirəm. Məndəki olan SPF, keçən dəfə videoda sizə göstərdim, Top S-in SPF-dir. Həqiqətən də gözəldir. Gördüyünüz kimi üzdə ağ qalmır, asanlıqla yayılır və altında makiyajı hər hansı bir mənfi təsir də göstərmir. Qiyməti isə uyğundur, almaq istəsəniz ala bilərsiniz. Və həmçinin Top S-in bu CC kremi də çox gözəldir. Dəfələrlə göstərmişəm, alın, aldırın.
Bu arada bunu da qeyd edim ki, bu vlog sadəcə bugün aiddir. Əslində mən videoya başlamamışdan öncə düşünürdüm ki, ardıcıl olaraq bir neçə gün davam etdirərəm. Lakin video çox uzun oldu, ona görə sadəcə bugün aid çəkdim. Qızlar, sizə bir highlighter göstərmək istəyirəm. Faberlic'in bir highlighterıdır. Hal-hazırda bilmirəm satışda bundan var yoxsa yox. Mən uzun zaman öncə almışdım, amma istifadə etmirdim. Baxın, bir dənə görün necə gözəl bir highlighterdır. Çox qəşəngdir. Əgər tapa bilsəniz, alın. Yadımda qalan qədərlərə çox uyğun qiymətli idi. Faberlic'in özündən sifariş vermişdim mən. Qapağı isə bu formadadır. Go Glow yazılıb üzərində. Lakin silinib. Yəni, çox istifadə etməmişəm. Arxası da belədir. Nömrəsi 64-34-dür. Amma həqiqətən də gözəl bir məhsuldur. Faberlic'in məhsulları həqiqətən də keyfiyyətli olur. Maskara olaraq isə Dolce & Gabbana'nın bu mini maskarasını istifadə edirəm, amma uyğun qiymətli bu cür performansa malik bir çox maskara var. Belə eləyək. Gedim saçlarımı biraz ısladım. Belə eləyək. Gedim saçlarımı biraz ısladım, sonra gəldim biraz muz çəkək, sonra təzədən vurmağa çalışaq, görək necə olur. İnşallah yaxşı olur. Saçlarımı ıslatdım biraz qızlar, baxın belə oldu. Axırıncı dəfə saçımı yəqin ki, belə 6 yaşımda falan eləmişəm. Çünki mən 5-6 yaşlarımda başımı oynaşırdım. Götürüb çolkamı falan kəsirdim. Sonra gizlədirdim o kəsdiyimi ki, mamam görməsin. Mamam da anında gedib tapırdı. Belə şeylər çox eləmişəm. Başımı ısladırdım, krem çəkirdim saçlarımı falan. Neysə belə oldu. Əslində salonda qəşəng oldu ya. Çox az gəlim bu keçən dəfə aldığım Livia'dan endirimdən almışdım. Musdan istifadə edək. Bunu görəndə nənəm düşürüyordu. Həmişə nənənin termosun qabağında bunun saç spreyi olurdu və saçlarına vururdu. Və bu arada hələ də var. Aha, indi yuxarıdan bir mesaj gəldi. Aydan çıxıb evdən, amma sol təpədə qalır. Onun sahilə getməyə harca 1 saat çəkir. Ona görə biz yavaş-yavaş hazırlaşırıq. Bundan istifadə edəcəm. Bunu o gün istifadə elədim 2 dəfə illər sonra. Yəni bu saç eləyəndə. Video çəkə bilmədim çünki necə olacağını bilmirdim açığı. Həm də gecikdirdim biraz. Tələs-tələs elədim. Baxın. Vurursunuz və anında şişir. Mən uşaq vaxtı buna bayılırdım da, yəni qızlar. Belə şeylərin ölüsüydüm də, yəni. Makyaj olsun, mən olmuşum. Ən çox qabaq hissələrinə vuracağım. Çünki qabaq hissələri çox şişir. Və ıslaq-ıslaq olsun. O vaxt bu saç dəbdə idi. Salonda hamı bu saçı eləyirdi. Mamam da həmişə gedirdi salona, bu saçı elətdirirdi. Pis olmadı. Yaxşı oldu elə bil ki. Fikirləşirdim ki, uzağı görsəm alınmır, arxadan bir topuz yığacam. Qəşəng görsənmək lazımdır. Belə üzü yuxarı doğru eləyirəm. Əslində qızlar, məndə belə bir fen var. Daha doğrusu fenin bu formada başlığı var. Bununla eləyəndə qurudanda qəşəng olur. İntihası, yəni indi eləmən bir mənası yoxdur. Çünki zaten musla qəşəng görsənir və saçım o qədər də yaş deyil. Önce bunu qoyuruq yerinə. İndi də digər tərəfi musluyum. Gəlirəm. Qızlar, son nəticə belə bir şey oldu. Nəysə də idarə edər. O qədər də pis deyil deyə düşünürəm. Daha pis olduğu vaxtlar olub saçımın. Belə qalsın, onsa istidir. Bir mənası qalmayacaq. Uzağı belə yana ataram. Belə qalaram. Nəysə, indi gəlin əynimi geyinim mən də yavaş-yavaş. Bu videoda desəm, mən desəm çox danışmışam. Çünki uzun zamandır video çəkmirəm. İçimi tökdüm də, yəni. Bu arada qeyd eləməyi unutdum. Səhər yeməyinə biz bütün Bakını ələk-vələk eləyərək axtardıq, tapdıq və qərar verdik ki, cook-shop'a gedək. Orada səhər yeməyində olmamışam. Görək necə olacaq. Sizə də yəqin ki, çəkib göstərərəm, əgər sizdən əriməsəm. Özümlə belə ventilator götürəcəm. Bunu da zərətqəyə qoymuşam, zərətqə yığsın. Belə. Nə geyinəcəyimi də yəqin ki, makyajımdan bilirsiniz. Az çox çəhrayı tonlarda bir şeylər geyinəcəm. Belə. Bu arada belə çox gözəl saç üçün zakolkalar almışdım qızlar Temu'dan. İkisi arasındaki fərqi görürsünüz. Biri saralıb, biri də saralmağa doğru gedir artıq. Amma çox qəşəng idilər. Bir neçə də istifadə eləmişəm. Hətta videolarımda da görmüşsünüz. Makyaj eləyəndə taxırdım. Nəysə, indi bunları taxmağı düşünürdüm, amma indi taxmayacağım. Deməli qızlar, mən əynimə çəhrayı tonlarda bir şey geyinəcəyimi düşünmüşdüm və elə də oldu.
Son anda bir göy kofta var idi, onu götürmək istədim. Sonra vaz keçdim ki, makyajım çəhraydı. Nə əlaqə yəni. Nəysə, bunu geyməyi düşünürəm. Bunun keyfiyyətini çox bəyənirəm. Çox az ön hissələrində qırışı var, amma heç önəmli deyil. Çünki zaten çox istidir və əynimdə düzələr deyə düşünürəm. Bunu geyinəcəm, altına da bir cins şalvar geyinəcəm. Çanta olaraq da əslində burada bu var, axırıncı istifadə elədiyim. Amma mənim çəhrayı çantam var idi. Onu çıxardarıq, onu istifadə edərik. Geyinim, gəlirəm. Gəlin aksesuarlar seçək. Sizcə hansılar taxım? Bu son Zəzədən aldığım sırğaları o qədər bəyənirəm ki, sizcə bunları taxım? Bu saç stilinə yaraşar deyə düşünürəm. Və yaxud da ki, mənim belə qızıl sırğalarım var. Bunları son zamanlarda tez istifadə edirdim. Bayağı işə gedəndə hər gün bunları istifadə edirəm. Amma düşünürəm ki, artıq işə getmirik yəni bugün. Ona görə bunları istifadə edək. Sizcə hansı? Bir dənə taxım. Hadi qızlar, indi gördüm, mən bu piercingləri çıxartmışdım buradakiləri. Çünki yatanda ən rahat bunlar olur. İndi bunları dəyişim gəlirəm. Bu formada oldu. Qulağım biraz qızardı bunu taxanda. Çünki bunun arxası şariklə olandı. Ona görə biraz taxmaq çətindir. Bura isə bunu taxdım. Çəhrayı detallı. İndi sırğa taxaq. Sizcə bu halqa sırğalar necə oldu? Qalsın belə. Nəysə, son qərarım yenə bunlardı. Ona görə gəlin bunları taxaq. Vay. Of, pişdim istidən. Çox istidir. Nəysə, belə bir şey oldu. Tez pomadamı da çəkim. Qaşlarımı darmamışım, qaşlarımı da darayım. Çanta olaraq Pierre Cardin'in bu çantasını istifadə edəcəm. Düşünürəm ki, yaxşıdır, içində ventilatorum da yerləşər. Belə. Bunlar digər çantamın içərisindən çıxdı. Bunlar qoyaq hələ kənara. Əsas bunu götürək. Kaşlyokum. Bunu çox bəyənərək istifadə edirəm qızlar. Victoria's Secret'in öz səhifəsindən sifariş vermişdim. Bunu qoyaq. İndi pomadamı da çəkim, sonra atacağım içərisinə. Qaşlarım da belə oldu. Qızlar, Kiko'nun bu 29 nömrəsi biraz bənövşəyi qalır. Ona görə gəlin elə bu Tim'dan aldığımı istifadə edək. Yoxsa Kiko'nu. Nəysə, Kiko'nu. Üzərindən istəyirdim bunu çəkək. Sadəcə saçım yapışacaq, belə qəribə olacaq. Bilməm necə olsun. Gəlin ya da mak istifadə edək. Bunu bırax yerinə. Mak neçə nömrədir? Neyse kızlar, 542'dir. Tam adını oxuya bilmədim. Nömrəsini əgər istəyirsinizsə. Çox gözəl çəhrayı bir tonu var. Hər nə qədər oradan çəhrayı kimi görsənməsə də. Aydın bəlkə də çatıb. Mən elə pomada rəngi seçirəm. Qızlar, belə oldu. Mən bu rəngi çox sevirəm. Keçən dəfə qızlar videonun altına yazırdınız ki, sizə gül qurusu çəhrayı tonları yaraşır, özdə mat. Allah sizə mat. Necədir? Belə oldum qızlar. Bunlar da çantamı qoyum, çıxıram. Bu balaca Faberlic'in ətrində qoyuram qızlar. Qoxusu çox gözəldir. Biraz şirindir. Şirin ətir sevirsinizsə qoxusuna bayılacaqsınız. Üzüyümü dəyişdim, bunu taxdım. Düşündüm, bunda renklər çoxdur. Arxasına da bu Tim'dan aldığım jelatini vurmuşam ki, əlimə olsun. Belə. Hər ehtimala özümlə diyorum bu glossunu da götürürəm və bu pufu götürəcəm. Əlbəttə ki, bunu da yaddan çıxartmırıq. Və artıq nəhayət ki, biz 2 il sonra görüşə bildik. Biz Cookshop'da 2 nəfərlik səpmə kahvaltı dəstini götürmüşdük. Məhsulların hər biri çox gözəl, keyfiyyətli məhsullar idi. Hər birini çox bəyəndik. Hətta düşünürəm ki, bu 3 nəfərə də kifayət edər. Çünki masada artıq bir xeyli yemək qaldı. Daha sonra özümə saxlaya bilmədim və Rossman'a girdim. Burada təzə Alice'in Wonderland məhsulları çıxmışdı. Əslində mən bir çoxunu bəyəndim, amma rəfiqəm hamısını linçləyirdi. Heç birinin keyfiyyətini, görünüşünü falan bəyənmirdi. Deyirdi ki, hamısı uşaqlar üçün olan məhsullardır. Əlbəttə ki, fikirlər və zövqlər fərqlidir. O deyirləri rənglər tartışılmaz. Həqiqətən də rənglər tartışılmaz. Mən bəyəndim, amma bəyənmirdim məhsulları.
Amma yəni Aydan, bilirəm ki, izləyirsən videonu. Yəni bu məhsulu sən necə bəyənməsən də bunun bir şəkərliyinə bax. Sadəcə testeri yox idi və bunlar ağzı bağlı idi. Açıb sizə də göstərə bilmədim. Mənə də maraqla qaldı açıq ki, rəng tonları necədir. Sonradan fikir verdim, onu videoya çəkməmişəm. Arxada rəng skalası göstərir əslində. Gedib baxa bilərsiniz. Qiymətləri isə 30, 24, 25 manat arası dəyişirdi. Və artıq çox təəssüf ki, videonun sonuna gəldik. Bundan sonra qızlar çox yorğun idim. Evə gedib dincəldim. Çünki səhərdə çox tez durmuşdum, axşam gec yatmışdım. Sabah yenə əgər istəsəniz vlog çəkərəm sizin üçün. Çünki sabah qızlarla birlikdə baseynə gedirik. Düşünürəm ki, maraqlı olar orada da vlog. Əgər bu formada davamlı olaraq vloglar çəkməyimi və paylaşmağımı istəyirsinizsə, mütləq şəkildə kanalıma abunə olmağı, yorumlar yazmağı bol-bol, öz fikirlərinizi bildirməyi və videomu bəyənməyi unutmayın. Sizi sevirəm. Sağ olun.